Çində Azərbaycan dilini öyrənən xeyli tələbə var. Pekin Xarici Dillər Universitetinin tələbələri olan bu gənclər Azərbaycan dilində səlis danışırlar. Daha ətraflı Çinə ezam olmuş əməkdaşımız İbrahim Kamiloğlu'nun reportajında. Azərbaycan dilində səlis danışır, hətta mürəkkəb cümlələri də asanlıqla qura bilirlər. Mənim Azərbaycanda adım Julaydır. Çincə adım Sifengjendir. Söhbət Pekin Xarici Dillər Universitetinin bu tələbələrindən gedir. Çinli tələbələr orada Azərbaycan dili ixtisasını öyrənirlər. Onlar adlarının Azərbaycan dilindəki qarşılığını da öyrəniblər. Bəziləri hətta Azərbaycanda qonaq da olub. Mənim adım Azərbaycan dilində Sevincdir. Keçən yay tətilində mən Azərbaycana səyahət etdim. Bu il apreldə isə Peçində Novruz bayram tədbirində iştirak etdim və bəzi Azərbaycan dostlarımla ünsiyyət qurdum. Eyni zamanda Azərbaycan mədəniyyətinin və Azərbaycan xalqının çox isti qonaqpərvərliyi duya bilirəm. Mənim Çin dilində adım Tukayandır və Azərbaycan dilində Tunardır. Keçən yay Azərbaycandan getmişəm. Mən Bakı, Sumqayıt, Şəki, Gəncə şəhəri və Sumqayıta getmişəm və mən ən sevdiyim şəhər Bakıdır və orada mənim fikrimcə çox müasir və mənim üçün xüsusilə cəlbədicidir. Yəni istəyirsən getmək? Əlbəttə, mənim ən sevdiyim şəhər Bakıdır. Azərbaycan dilini öyrənmək mənə çox maraqlı gəlir. Azərbaycan dili ingilis dilindən daha sürətli danışırıq. Mənim sinif yoldaşım ilə birlikdə Bakıya gedəcəyik. Mən Bakıya çox sevirəm, çünki uşaqlığımda coğrafiyaya marağım var və Qafqaz regionlarını çox sevirəm. Çinli tələbələr Azərbaycan mədəniyyətini və ədəbiyyatını çox bəyəndiklərini deyirlər. Bakıda nəyi sevdiniz? Xoşunuza gəldi mi Bakı? Çox xoşlayıram. Nəyi xoşladınız? Mən Xəzər dəniz çox sevirəm və Nizami muzeyi sevirəm. Çünki mən Azərbaycan ədəbiyyat sevirəm. Mən biraz Leyli və Məcnun oxumuşam. Bu dili öyrəndikcə mən onu daha çox sevdim. Mən Azərbaycan ədəbiyyatı Çin dilinə tərcümə etmək istəyirəm. İnanıram ki, mən Azərbaycan və Çin arasında mədəni əlaqələrin inkişafına kömək edəcəyəm. Mənim çoxlu Azərbaycanda dostlarım var və biz birlikdə Quba bağlarında çay birlikdə içib və söhbət etdim. Wang Suyen isə Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə bakalavr təhsil alıb və Bakıdakı universitetlərdən birində magistr dərəcəsinə yiyələnib. Daha sonra isə Pekinə qayıdaraq Azərbaycan dili ixtisasını tədris etməyə başlayıb. Tələbələr indi 2-ci kursda oxuyurlar və mən deyərdim ki, bu mərhələ Azərbaycan dilini öyrənmək üçün bir dönüş nöqtəsidir. Çünki artıq qrammatika daha dərindən və sistem şəkildə keçir. Məsələn, keçən semestr biz əsasən morfologiya ilə məşğul idik və bu semestr isə tabeli, tabelsiz mürəkkəb cümlələr, cürbəcür budaq cümlələr və kimi mövzuya keçmişik. Amma deyirəm ki, bu mövzular o qədər asan deyil, amma tələbələr çox yaxşı ki, əllərindən gələni edirlər. Azərbaycan dilini öyrənən 8 Çinli tələbə gələn tədris ilində mübadilə proqramı çərçivəsində 1 illik Bakıdakı universitetlərə göndəriləcək. İbrahim Kamiloğlu, Vüsal Cəfərov, Xəzər xəbər.